Küre və onun həcmi, sfera və onun səthinin sahəsi. Birinci, sferanın diametrini 3 dəfə azaltdıqda onun sahəsi necə dəyişər? Sfera nədir? Çevrənin diametri ətrafında fırlanmasından alınan fiqura sfera deyilir. Sferanın içi boş olur. Sferanı müstəvi ilə kəsikdə çevrə alınır. Deməli, sferanın diametri 3 dəfə azaltdıqda sferanın səthinin sahəsi 4pi r kvadrat düsturuna hesablanır. Bu düsturdan görünür ki, sferanın səthinin sahəsi onun radiusunun kvadratından asılıdır. Yəni, radiusuna kvadratik asıllıq var. Radiusla da diametr düz mütənasibdir. Onda belə çıxır ki, diametrini 3 dəfə azaldanda onun radiusu da 3 dəfə azalır. Radiusu 3 dəfə azalanda sayısı 3-ün kvadrat dəfə azalır. 3-ün kvadratda 9 edir. Cavab D bəndi. Həcmi 400 pi kub santimetrə bərabər olan kürənin radiusunu tapın. Kürənin həcm düsturu V bərabərdir 3/4 pi r kubdur. Buradan r tapsıq, r bərabər olacaq kub kökü altında 3V/4 pi. Bu düsturda qoysuq yerinə həcmi. Həcmi 400 pi. 400 pi vur 3/4 pi. 400 pi'ni 4 pi'ye böləndə eləyir 100. 100'ü də 3'ə vuranda eləyir kub kökü altında 300. Cavab B bəndi. Üçüncü. Həcmi 200 kub santimetrə bərabər olan kürənin radiusunu tapın. Radius. Üçüncüdə də həcmi verib radius soruşur. Kub kökü altında 3 vurulsun 200 pi. Bölünsün 4 pi. 200 pi'ni 4 pi'ye bölündə 50, 50'ni 3'e vuranda 150. C bəndi. Dördüncü. Diametri D-yə bərabər olan kürənin həcmi hansı düsturla hesablanır? Deməli, həcm 3/4 pi r kubdur. R'in də yerinə D/2 yazsıq. İkini kubağından 8, 8 ilə 4 ixtisar gedir. 2, 2 ilə 3, 6. 6'da 1 pi D kub. Y bəndi. Pi D kub bölü 6. Beşinci. Kürənin radiusunu necə dəyişmək lazım ki, həcmi 8 dəfə azalsın? Kürənin həcmi radiusun kubundan asılıdır. Ona görə də 8 ilə 2'nin kubu olduğuna görə həcmin 8 dəfə artması üçün radiusu 2 dəfə artırmaq lazımdır. A bəndi. İki sferanın sahələrinin nisbəti 25/1'ə bərabərdir. Bu sferanın radiusuna nisbətini tapın. Deməli, sferalar hamısı bir-birinə oxşardır. Sahələrin nisbəti radiusuna nisbətən kvadratıdır. Ona görə 25/1 kök altında bu deyir 5/1.
A bəndi. İki kürənin həcmlərin nisbəti 8/1-ə bölünür. Bu kürənin radiuslarının nisbətini tap. Deməli, həcmlərin nisbəti düsturdan çıxır ki, bərabərdir radiusların nisbətinin kubuna. Onda buradan R1/R2'nin kubu 8/1'e bərabərdir. Buradan da R1/R2 bərabərdir 2/1. D bəndi. 8. Kürənin səthinin sahəsi 81 pi olarsa onun həcmini tap. Kürənin səthinin sahəsi 4 pi r kvadratdır. Bu da 81 pi'ye bərabər olsa, deməli pi'ye bölsük, hər tərəfdən də kök alsaq, 2r bərabərdir 9, r bərabərdir 2'də 9. Onun həcmini tapın. Həcm 3'də 4 pi r kub. 3'də 4 pi r kub. 2'də 9'un kubu. 2'nin kubu 8. 9'un kubu 729. 4'dən 8 getdi. 2. 3'dən 729 getdi. 243. 243 pi böl 2. 243'ü 2'ye böləndə 1, 2, 1, 5 pi. D bəndi. 9. Kürənin səthinin sahəsi 36 pi olarsa, kürənin həcmini tapın. Kürənin səthinin sahəsi 36 pi olarsa, kürənin həcmini tapın. Hər tərəfi pi'ye bölsük 4r kvadrat bərabərdir 36. Kök alsaq 2r bərabərdir 6, r bərabərdir 3. Kürənin həcmini tapın. Həcm bərabərdir 3'də 4 pi r kub. N'in yerinə 3 yazaq. 3'ün kubu. Verir 36 pi. B bəndi. 10. Kürənin böyük dairəsinin sahəsi 2 kvadrat metrdir. Kürənin böyük dairəsi mərkəzdən keçən dairəyə deyilir. Böyük dairəsinin sahəsi deməli, böyük dairəsi eləyir pi r kvadrat bərabərdir 2. Kürənin də səthinin sahəsi 4 pi r kvadratdır. 4'ü vurarıq 2'ye eləyər 8. D bəndi. 11. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin həcmi bu düsturdan hesablanır. 5 dəfə artıranda deməli radiusu həcm 5'in kubu dəfə, yəni 125 dəfə artacaq. B bəndi. 12. Səthlərin sahələrinin nisbəti 4/1 olan kürələrin həcmlərinin nisbətini tapın. Səthlərin sahələrinin nisbəti radiusların nisbətinin kvadratına bərabərdir.
Onda buradan alınır ki, radiusların nisbəti kök altında səthlərin nisbətlə bərabərdir. Deməli, eləyir 2/1. 13. Həcmlərin nisbəti 64/8. Deməli, həcmlərin nisbəti radiusların nisbətinin kubuna bərabərdir. Onda radiusların nisbəti bərabərdir. Kub kök altında həcmlərin nisbəti. 64'ü 8'e bölündü elədi 8. Bu da eləyir kub kök alanda 2/1. Radiusların nisbəti, sahələrin nisbəti radiusların nisbətinin kvadratıdır. 4/1. C bəndi. Kürəyin həcmi 288 kub santimetr olarsa onun radiusunu tapın. Kürəyin həcmi 3/4 pi kubdur. Bu 288 olarsa. Buradan r kub bərabərdir 288 vur 3 böl 4 pi. 216 böl pi ixtisardan sonra r də bərabərdir 6 böl kök altda pi. Cavab C bəndi. Radiusu 41 olan kürə mərkəzdən 9 desimetr məsafədə oğa da h deyək. Kəsilmişdir. Kəsiyin sayısını tapın. Kürəni müstəvi ilə kəsəndə kəsikdə dairə verir. Bu olsun OA. OA'nı verib 9. OA'nı verib 9. Kəsiyin üzərində bir dənə nöqtə götürək. Kəsiyin çevrəsi üzərində. Bu da olsun B. A ilə B-ni birləşdirək. A bucağı 90 dərəcəli bucaqdır. Üç bucaq o AB-dən AB-yi tapaq. AB kəsiyin radiusudur. Pifaqor teoreminə görə olur OB-nin kvadratı çıxmaq OA-nın kvadratı. OB kürənin radiusudur 41'dir. Çıxmaq 9'un kvadratı. 41'in kvadratı 1681, çıxmaq 81. Edir 1600, kökdə çıxır 40. Kəsik dairədir, dairənin sayısı pi kvadratdır. 1600 pi. Kvadrat desimetr. 100'e bölsük olacaq 16 pi kvadrat metr. Cavab B bəndi. Tərəfi A olan kvadratın bir tərəfi ətrafında fırlanmasına alınan silindrin tam səthinin sayısı kürənin səthinin sayısına bərabərdir. Kürənin radiusunu tapın. Tərəfi A olan kvadratın tərəfi A olan kvadrat.
Tərəfi A olan kvadrat. Tutaq ki, bizə verilib ABCD kvadratı. AD ətrafında fırlanır. Onda silindrin radiusu da hündürlüyü də A'ya bərabər olacaq. Deyir, alınan silindrin tam səthinin sahəsi S tam. Edir 2pi RH üstəgəl 2pi R kvadrat. R-nə H-ın yerinə A qoysun. 2pi A kvadrat üstəgəl 2pi A kvadrat. Bu deyilir 4pi A kvadrat. Kürənin səthinin sahəsinə bərabərdir. S kürə, kürənin səthinə sfera deyirlərdir. Kürənin səthi də 4pi R kvadratdır. Kürənin də radiusu bilmirik nədir. Mesela yazaq 4pi x kvadrat. Deməli, alınır ki, 4pi x kvadrat bərabərdir 4pi x kvadrat. A kvadrat. Buradan 4pi'yə bölüsü x bərabərdir A alınır. Cavab C bəndi. On 17. Kürənin həcmi 1,1 pi'yə bərabərdir. Yəni 3/4 pi R kub bərabərdir 3/4 pi'yə. Buradan radiusu tapırıq ki, edir 1. 3/4 pi'yə böləndən sonra R kub bərabərdir 1. R deyilir 1. Diametrdə kürənin onda olur 2 radius. 2'nin də 1'ə vuranda edir 2. Cavab A bəndi. 18. Kürənin həcmi 3/4 pi R kub bərabər 10/3, yəni 3/32 pi. Buradan R kub bərabərdir 3/32 pi vurmaq 4 pi də 3 edir 8. Deməli, R edir 2. Diametri də 2 dəfə çoxdur, radius. 2'də 2, 4. Cavab Y bəndi. 19. Kürənin radiusu 20% artıqda həcmi neçə faiz artar? Kürənin radiusu 20% artanda olacaq 1,2 R. Onda həcmi olacaq 3/4 pi R kub. R də olacaq 1,2 R'in kubu. 3/4 pi. Bu 1,2 5'də 6 eləyir. 5'də 6'nın kuba qaldığında 125'də 216 R kub. Təzə kürənin həcmi köhnə kürənin həcminin görək neçə faizidir. Böləndə 3/4 pi'lər gedəcək. Alınacaq 125'də 216 vur 100%. 125'e 100 getdi. 25'e 4 dəfə, 5 dəfə. 864 böl 5. 1, 36'nı 5'e 7, 24'ü 5'e. Deməli, 14'ü 5'e 2, onda 8%.
Deməli, təzənin həcmi köynəyin həcminin 172,8%-dir. Onda artım nə qədər olub? 172,8-dən 100% çıxarıq. 72,8% artım olub. A bəndi. 20 sferanın radiusunu 50% artırdıqda səthin sayısı neçə faiz artar? Deməli, radiusu 50% artıranda radius olacaq 1,5 yer. Onda səthin sahəsi iştirakından işarəsi olacaq 4 pi 1,5 erin kvadratı. Bu derece 2,25 4 pi r kvadrat. S iştirik bölü S vur 100 olacaq 225%. 225'ten de 100 çıxsıq olacaq 125%. Cavab C bəndi. Küre mərkəzdən 10 cm məsafədə olan müstəvi ilə kəsilib. O-anı verib 10. Kürenin radiusu OD. Alınan kəsiyin sayısını hesablayıb. Kəsik dairədir. Dairənin sayısını tapmaq üçün radiusunu tapmalıyıq. Radius da PD'dir. Pifagor teoreminə görə PD bərabərdir 14'ün kvadratı çıx 10'un kvadratı. Elədir kök 6'da 96. Kürəndə səthin sayısı pi r kvadrat. R'dəki kök 6'da 96'dır. Bu deyir 96 pi. Cavab Y bəndi. Kürenin radiusunu 5 dəfə azaldıqda böyük dairəsinin sayısı necə dəyişər? Böyük dairə mərkəzdən keçən dairəyə deyirlər. Mərkəzdən keçən dairədir böyük dairə. Böyük dairənin radiusu kürenin öz radiusuna bərabərdir. Kürenin radiusunu 5 dəfə azaltdıqda böyük dairənin sahəsi S böyük dairə pi r kvadratdır. Onda 5'in kvadratı dəfə 25 dəfə azalır. C bəndi. 23. Kürenin diametrine perpendiküler olan müstəvi kürenin diametrine perpendiküler olan müstəvi diametri uzunluğu 2,4 olan 2 hissəyə ayırır. Diametri çəkək. Mərkəz olsun. Diametrine perpendiküler olan müstəvi mərkəz O, diametri olsun AB, bu nöqtə də olsun C nöqtəsi. Deməli bizə verib AC 2, AC 2, BC 4. Alınan kəsiyin sayısını tap. Onda AB diametri bərabər olacaq 2 üstə gəl 4, 6. Diametri 6 olacaq. Kürenin radiusu 6 bölü 2, 3 olacaq. Kəsik üzərində hər hansı bir yerdə nöqtə götürüb mərkəzlə birləşdirirsə bu radius olur. Deyək ki o D nöqtəsi. C ilə D-ni birləşdirək. Üçbucaq OC-deyə Pifagor teoremini tətbiq eləmək üçün əvvəlcə OC-yi tapaq.
OC bərabərdir OA çıxmaq AC. OA radiusu 3-dür. AC də 2-dir. Çıxanda 1 eləyir OC. OD də 3-dür. 3, 1. 3 bucaq OCD-dən CD tapaq. CD də kəsin radiusudur. Bu da olur 3'ün kvadratı çıx 1'in kvadratı. Eləyir kök altda 8. Almış kəsin sayısı da pi r kvadrat. Bu deyilir 8 pi. Bunlar 2, 4 məndə 24'te götürmüşəm ya bunu. Bu 24'tü onda. 23 eləməkdən 24 eləmişəm. 24. Sekiz pi. Y bəndə. İndi 23 yazıq. 23 də həmin qayda ilədir. Deməli, həmin şəkildən AC 4, BC 6, onda AB diametri oldu 4 + 6, 10. Radius olacaq 10/2, 5. Radius oldu 5. OC tapanda 5'dən 4 çıxacaq 1. OC tapanda 1. Sonra Pifagor teoreminə görə kəsin radiusu CD-ni tapırıq. Deməli, OD-nin kvadratı çıxmaq, OC-nin kvadratı. OD radiusu 5'dir. 1'in kvadratı bu da elədir. Kök altda 24. Onda S kəsi pi r kvadrat. Bu da 24 pi. Cavab B bəndi. Kürənin iki müstəvi kəsiyin sahələri 18 pi və 54 pi. 54. Bunlardan biri kürənin mərkəzindən keçir, kürənin radiusunu tapın. Kürənin mərkəzindən keçən kəsik ən böyük kəsik olur. Burada da 18 pi 54'dən böyükdür. Niyə görə? Pi çünki 3'dən 114'dür. 3 olsaydı 3 18'ə vuranda 54 eləyərdi. Bu pi 3'dən böyükdür. Deməli 18 pi 54'dən böyükdür. 18 pi böyükdür 54'dən. Onda mərkəzdən keçən sahəsi 18 pi olandır. Yəni pi r kvadrat bərabərdir 18 piyə. Kürənin radiusunu soruşur. Piyə böldük. R tapanda olur kök altda 18. Bu deyil 3 kök altda 2. Cavab A bəndi. Kürənin iki müstəvi kəsiyi 12 pi və 36'dır. Yenə də 12 pi 3'dən 114 olduğuna görə 36'dan böyükdür. Mərkəzdən keçən sahəsi 12 pi olan kəsikdir. Hər tərəfi piyə böldük. R kvadrat bərabərdir 12. R də bərabərdir kök altda 12. Bu deyilir 2 kök altda 3. D bəndi. Radiusu 3, 4, 5 olan 3 kürə verilmişdir. Həcmi bu kürələrin həcmləri cəminə bərabər olan kürənin radiusunu tapın. Kürənin radiusu x olsa, onda belə olur da 3'də 4 pi x kub bərabərdir 3'də 4 pi vur 3'ün kubu üstə gəl 3'də 4 pi vur 4'ün kubu üstə gəl 3'də 4 pi vur 5'in kubu. Hər tərəfi 3'də 4'ə bölsük, onda x kub bərabərdir. 3'ün kubu, 4'ün kubu, 5'in kubu. 27, 64, 125. 91, 216. Onda x bərabərdir kub kök altda 216. Bu deyilir 6. Kürənin radiusunu tapın. Cavab 6.
28. Kürenin müstəvi kəsiyin sayısı 64 pi. Onda belə çıxır ki, pi r kvadrat 64 pi'dir. Burada r kvadrat 64. Kəsiyin də radiusu oldu 8. Kürenin mərkəzindən bu kəsiyə qədər olan məsafəni tapın. Kürenin mərkəzindən bu kəsiyə qədər məsafəni. Ox kəsiyini çəkək. Ben nömrə cipsək, kürenin müstəvilə kəsiyin sayısı 60, kürenin radiusu 10'dur. Kürenin radiusu 10, kəsiyin radiusu 8 oldu. Bizden soruşu bu x məsafəsi. X bərabərdir 10'un kvadratı çıx 8'in kvadratı. Bu deyilir 6. Cavab 6. Kürenin müstəvilə kəsiyin sayısı 36 pi'dir. Pi r kvadrat 36 pi. Buradan radius bərabər oldu 6'ya. Kürenin mərkəzindən bu kəsiyə qədər məsafəyə tapın. Kürenin radiusunda 10 verim. 10'un kvadratı çıx 6'nın kvadratı. Bu deyilir 8. Cavab 8. Sferanın mərkəzindən onu kəsən müstəviyə qədər məsafə 24'dür. Alınan kəsiyin çevrəsinin uzunluğu sferanın böyük çevrəsinin uzunluğu 13'te 5 hissəsini təşkil edir. Sferanın radiusunu tapın. Sferanın radiusu böyük yer olsun, kəsiyin radiusu kiçik yer olsun. Kəsiyin üzərində hər hansı nöqtə götürək. Bura olsun böyük yer, bura olsun kiçik yer. Düz bucaq. O1'də 24'dür. Pifagor teoreminə görə r kvadrat r kvadrat bərabərdir 24'ün kvadratı. Digər tərəfdən deməli kəsiyin radiusu kiçik yerində çevrəsinin uzunluğu olacaq 2 pi r bölünsün mərkəzdən keçən kəsikdə 2 pi böyük yer. Bu da bərabərdir 13'te 5. 2 pi'ler ixtisar getdi. Deməli kiçik yer oldu 5K. Böyük yer oldu 13K. İkinci tənlikdən alındı. Onda qoysuq yerinə 169K kvadrat. Çıx 25K kvadrat bərabərdir 24'ün kvadratı. 144K kvadrat bərabərdir 24'ün kvadratı. Kök alsın 12K bərabərdir 24. K bərabərdir 2. K2 olsa, deməli bizdən nə soruşur? Sferanın radiusunu tapın. Sferanın radiusu 13K idi. 13 vur 2, bu deyilir 26. Cavab 26. 31'də də verib yenə də r kvadrat çıx r kvadrat bərabərdir 16'nın kvadratı. Sonra böyük yeri verib 5K. Kiçik yeri verib 3K. Yerine yazı 25K kvadrat çıx 9K kvadrat bərabərdir 16'nın kvadratı. Sferanın radiusu. Sferanın da radiusu 5K'də 5 vur 1 eləyir 5. Hemen de burada 16 eləyir. K eləyir 4. 5'i 4'e vuranda eləyir 20. Cevap 20. 32. Radiusu 10 olan 8 eyli kürəni ərdib bir kürə düzəltdilər. Alınan kürənin diametrini tapın. Deməli 8 kürənin həcmi bir də böyük kürənin həcminə bərabər olur. Böyük kürənin radiusun böyük yer götürsük. Oracıq 8 dənə
Radiusu 10 olan küreye 3'te 4 pi'ye bölsün her tarafı. R kub beraberdir 8 vur 10'un kubu. Kub kökü asıl 2 vur 10 20 eləyir. Alınan kürenin de diametri 2 vurur. Bu deyilir 40. Cevap 40. 33. Radiusu 1 olan 64 eyni kürəni ərdib bir kürə hazırladılar. Alınan kürenin diametrini tapın. 3'te 4 pi r kub beraberdir 64 vurulsun 3'te 4 pi 1'in kubu. 3'te 4 pi'ye böldük. R kub beraberdir 64. R beraberdir 4. Diametrde olacak 2 vur 4. 8. 34. Kürenin mərkəzindən 12 cm məsafədə keçən müstəvi ilə kəsməsindən alınan kəsiyin sayısı 25 birdir. Kəsiyin radiusuna kiçik yer düşük. 25 pi. Hər tərəfi pi'yə bölsük. Kəsiyin radiusu oldu 5. Mərkəzdən də 12 santimetr məsafədədir. Kəsiyin də radiusu 5'dir. Kürenin radiusunu soruşur. Pifagor teoreminə görə R bərabərdir 12'nin kvadratı üstə gəl 5'in kvadratı, bu deyilir 13. Cevap 13. 35. Koordinat sistemində radiusu 4, mərkəzi O nöqtəsində olan dairənin 4'te 1 hissəsi verilib. Həmin hissənin ordinat oxu ətrafında fırlanmasına alınan cismin həcmini tapın. Ordinat oxu ətrafında fırladanda bir də nə alınacaq? Kürə hissəsidir də o. Kürə hissəsidir, kürə segmenti. Həmin hissənin ordinat oxu fırlanmasının cismin həcmini tapın. Fırlamadan alınan cisim yarım kürə olacaq. Həcmini soruşur. Onda olacaq 2'de 1 vurulsun. 3'te 4 pi r kub. 2'de 1 vur 3'te 4 pi. Radiusu da 4 verip 4'ün kubu 64. Deməli, pi'ni də 3 götürək. Pi'ni 3 götürsə 3'də ixtisar gedir. 2 ilə 4 ixtisar gedir. Olur 128. Cavab 128. 36. Yenə də dairənin 4'te 1 ordinat oxu ətrafına fırlanır. Yarım kürə alınır. Yarım kürenin həcmi olacaq 2'de 1 vurulsun. 4'te 3 pi r kub. R də 5'dir. 5'in kubu. Burada 3'te 4. Pi'ni 3 verdiğine göre pi ile 3 gitti. 2 ile de 4 gitti. 5'in kubu 125. 2'ye burada 250. Cevap 250. Mərkəzi nömrə 37. Mərkəzi O nöqtəsində olan mərkəzi bucağı 90 dərəcə olan sektorun radiusu 5'dir. Bu sektorun OA ətrafında fırlanmasının cismin səthinin sayısını tapın. Cismin səthinin sayısı deyəndə burada bir yarım sferi olur, bir də dairə olur. OB ilə fırlananda bir də dairə verir. Deməli, onda bu səthin sayısını tapanda nə verəcək? 4 pi r kvadrat kimi var, bu sferanın sayısıdır. Bunun yarısını tapacaq əvvəl, yarısı. Yarısı bir də üstə gələcək. OB fırlananda bir də radiusu r olan dairə alınır, üstə gələcək 10 kvadrat. Nəticədə bu olacaq 3 pi r kvadrat.
3 pi r kvadrat. Pi'ni 3 verip 3 vur 3. Radüsü da 5 verip 5'in kvadratı 25. 225. Cevap 225. 38 də həmin qaydadadır. S fiqurun sayısı. Deməli, sferanın sahəsinin yarısı alınır. AB qövsü fırlananda sferanın sahəsinin yarısı alınır. OB də fırlananda bir də dairə alınır. O da pi r kvadratdır. Radius eynidir. Bu deyilir 3 pi r kvadrat. 3 vur 3 vur. Radius da 4'tür. 4'ün də kvadratı 64. 16. 144. Cevap 144. Hər birinin səthinin sayısı 12 və 12 olan, hər birinin səthinin sayısı 12 olan 5 ədəd kongruent metal kürəni əridərək yeni kürə əldə etdilər. Alınan kürənin həcmini tapın. Əvvəlcə o əridilən kürə ki var, onun radiusunu tapaq. 12 olan 5 ədəd metal kürə. Səthinin sayısını tapaq. 4 pi r kvadrat bərabərdir 12'ye. Pi də 3 verib. 4 vur 3 r kvadrat bərabərdir 12. Buradan r kvadrat bərabərdir 1. R də elədi 1. Radiusu 1'dir onun. 5 də kürənin həcmi olacaq 5 vur 3'də 4 pi r kub. Bu 5 də kürənin həcmi bərabərdir. Alınan bir də kürənin həcminə 3'də 4 pi. Onunla radiusunu x götürək. 3'də 4 pi ixtisar elədik. X kub bərabərdir. 5'i 4'ə vuranda 20. Radius da 1'dir. Bu da elədi 20. Alınan kürənin həcmini soruşur. Alınan kürənin həcmini soruşurmuş. Ondan bunu niyə ixtisar edirik ki biz? Alınan kürənin həcmi 3'də 4 pi r kubdur. 3'də 4. Burada pi'ni 3 verib. Bunlar gedir. 5'i 4'ə vuranda 20. 20'nin də 1'in kubu da 1. Bu da edir 20. Alınan kürənin həcmi olur 20. 40. Hər birinin səthinin sayısı 48 olan 7 ədəd kongruent metal kürə əridərək bir kürə əldə alınır. Alınan kürənin həcmini tapın. Deməli, hər birinin səthinin sayısı 48 pi. Yəni 3'də 4, 3'də 4 yox. Səthin sayısı 4 pi r kvadrat edir. 4 pi r kvadrat bərabərdir 48'e. Pi'ni 3 götürəndə 4 vur 3 vur r kvadrat bərabərdir 48. R kvadrat bərabərdir 4. R də elədi 2. Radius oldu 2. 7 də kürənin həcmi bir də kürənin həcminə bərabər olacaq. 7 vur 3'də 4 pi r kub. Pi'ni 3 verib, bunlar ixtisar getdi. Oldu 28 vur. R də 2, 2'nin kubu 8. 8 də 8, 64, 6 yadda. 16, o da 22, 224. Cevap 224. 41. Uyğunluğu müəyyən edin. Silindir birincisi. Silindirin həcmi oturacağın sayısı vur hündürlüyü. A bəndi düz. D bəndə düzdür. Ox kəsiyi düz bucaqlıdır silindir. Keçdik ikinciyə. Konus. Yan səthi PRL düz. B bəndi. Ox kəsiyi bərabər yanlı üç bucaqlıdır. Üç bucaqlıdır düz. Üçüncü kürə.
Kürə C bəndi. Həcmi 3/4 pi r kub. Keçdik 42-yə. Radiusu R olan kürə üçün uyğunluğu müəyyən edin. Birinci R 2/5'dir. Həcmi diametri. Diametri 2/5'i 2'ye vurur, eləyir 5. D bəndi düz. Həcmi 3/4 pi r kub. Pi'ni 3 verib, bunlar getdi. 4 vur. Radius 2/5'dir. 2/5'in kubu 8/125. 8 ilə 4 ixtisar getdi. 2. 22 tam. 12'ni 2'ye verəndə 6 eləyir. 5 2 62 tam onda 5. B bəndi. Keçdi ikinciyə. Radius 2'dir. Diametr 4 olur. Həcm 3/4 pi 2'nin kubu. 3'dən pi getdi. 32. A bəndi. Üçüncü. Radiusu 3 verib. Diametri 6. Y bəndi. Həcmi 3/4 pi r kub. Pi'ni 3 verib. 6'nın kubu 216. 864. Yoxdur. Deməli 1'ə DB, 2'yə A, 3'ə Y. Həcmi. Radius 3'ün kubu 27 eləyir. Burada səhv yol vermiş. 3'ün kubu 27'dir. 4'də 27 yapalım. 108. C də düz. 3'ə Y, C. Keçdik 43'ə. Birinci. Radius 2/5. Səthin sahəsi diametr. Diametri 2'ni vurur 2/5'e 5 elədi. D bəndi düz. Səthinin sahəsi 4 pi r kvadrat. 4'ü bıraq 3'ə 12. 2/5'in kvadratı 2/5'in kvadratı eləyir 4'də 25. 75 oldu. A bəndi. 1'ə AD. 2. Radius 3. Diametri oldu 6. Səthin sahəsi 4 pi 3'dir r kvadrat. 3'ün kvadratı 9. 108. C bəndi. Keçdi 3'ə. Radius 1/5. Diametri oldu 3. Y bəndi. Həcm. Həcm yox. Səthin sayısı 4. Pi'nin yerinə 3 yazılır. R kvadrat. 2/125. 4'ü 2/125'e vuranda 9. 9'da 3 27. B bəndi. Dört. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Radiusu 15 olan yarımkürə formasındakı qabın içərisinə müəyyən miqdar su tökdükdə suyun səthində radiusu 9 olan dairə yaranır. Qabın su ilə dolu hissəsinin H hündürlüyünü tapın. Radiusu 15 verir. Onla A nöqtəsini birləşdirək.
Üçbucaq AOO1-dən Pifaqor teoreminə görə OO1 bərabərdir. AO'nun kvadratı çıxmaq AO1'in kvadratı. AO verilən yarımkürənin radiusudur, onu verir 15. AO1 su səthinin radiusudur, qalan su səthi. O da verir 9. 225'te 81 çıxdı, 144, 12 çıxdı kök. OO1 12 oldu. Onda H bərabərdir. Deməli, bura bir dənə C nöqtəsi yazsaq. H-ı tapmaq üçün OC-dən OO1'i çıxacaq. OC yarımkürənin radiusudur 15'dir. OO1'i də 12 tapdıq. Çıxanda eləyir 3. Cavab 3. Kürənin diametrinə perpendikular olan müstəvi uzunluğu 2 və 8 olan hissələrə ayırır. Ox kəsiyini çəkdik burada. BC-ni verib 2, AC-ni verib 8. Onda kürənin diametri 2 üstə gəl 8, 10 eləyir. Radiusu da 10 bölü 2, 5 eləyir. Onda burada OC-yi tapanda OB-dən BC-yi çıxarıq. 5'dən 2'ni çıxarıq, 3 eləyir. O nöqtəsini birləşdirək D-lə. CD-ni tapaq. CD-ni tapaq. OD-nin kvadratı çıxmaq OC-nin kvadratı. 5'in kvadratı çıx 3'ün kvadratı, bu deyilir 4. Kəsiyin sahəsi S kəsiyi pi kvadratdır. Kiçik yerdə 4'dür, bu deyilir 16 pi. Bu elədiyim məsələ 46 imiş. Oxşayır məsələlər bir-birinə. İndi onda 45 eləyirəm. Kürənin diametrinə perpendikular müstəvi diametr uzunluğu 3 və 5 olan 2 hissəyə ayırır. Deməli, şəkil yenə həmin şəkildir. Burada BC 3, AC 5. Diametri oldu 3 üstə gəl 5, 8. Radius olur 8 bölü 2, 4. Sonra OC-ni Pifaqor teoreminə görə tapırıq, yəni kiçik yeri. OD-nin kvadratından çıxırıq, OC-nin kvadratı. Deməli, burada indi 8 tapandan sonra biz burada OC-yi də tapmalıyıq da. OC nəyə bərabər olacaq? OC də bərabərdir. 4'dən çıxacaq, 3'ü 1 eləyir. Bunda bu da bərabərdir. OD radius 4'ün kvadratı çıx 1'in kvadratı. Kök altı 15. S kəsiyi pi kvadrat. Alınan kəsiyin sayısını tap. Burada alınan kəsiyin çevrəsinin uzunluğunu soruşur. Çevrənin uzunluğu 2 pi-dir.
2 pi erdəki kök altı 15'dir. 2 pi kök altı 15. Qırx yeddi. Sferaya toxunan müstəvi üzərində götürmüş nöqtədən toxunma nöqtəsinə qədər məsafə 2'dir. Sferaya toxunan müstəvi üzərində götürülmüş nöqtədən yenə ox kəsiyini çəkək. Toxunma nöqtəsinə qədər məsafə 2'dir. AB-ni verib 2, sferanın mərkəzinə qədər məsafə 4. İki, 4. Kürenin mərkəzinə qədər məsafə 4'dür. Sferanın sahəsini tap. Toxunağın xassəsinə görə B bucağı düz bucaqdır. Pifaqor teoreminə görə L kvadrat bərabərdir 4'ün kvadratı çıxır 2'nin kvadratı. Bu eləyir kök altı 12. Sferanın sahəsi S 4 pi R kvadrat. 4 pi vur R kvadrat olanda onda burada kök yazmaydı verəmə. Dört pi vur 12, bu değil 48 pi. Kırk dokuz. Kırk dokuz yok 48. Kürəyə toxunan müstəvi üzərində götürmüş nöqtədən toxunma nöqtəsinə qədər olan məsafə 2'dir. Kürəyə toxunan müstəvi alfa müstəvisi olsun, üzərində A nöqtəsi götürək. Toxunma nöqtəsinə qədər məsafə olsun AB. Bura 12'dir. AB'ni verir 12'dir. Kürənin mərkəzinə qədər məsafə AO 13'dür. Kürenin həcmi tap. OB də kürenin radiusudur. Kürenin radiusun Pifaqor teoreminə görə tapsıq. 13'ün kvadratı çıx 12'nin kvadratı. Eləyir 5. Kürenin həcmi 3'də 4 pi R kub. 3'də 4 pi 125. 500 pi bölü 3. Kırk dokuz. Kürenin mərkəzindən 12 cm və 5 cm məsafədə olmalı bir-birinə paralel iki müstəvi çəkir. Bu OO2 olsun 5, OO1 olsun 12. Deməli OO1 12, OO2 5. Alınan müstəvi kəsiklərdən birinin radiusu digərindən 7 cm kiçikdir. Kürenin səthinin sayısını tap. Deməli uyğun hərflər işarə eləyək burada A, B. O ilə A-nı, B-ni birləşdirək. Bu olur kürenin radiusu.
Bu da kürenin radyosu. Kürenin səthinin sahəsini deyir tap. Deməli burada aşağıdakı radius böyükdür də yuxarıdakından. Burada deyir 1/2 müstəvi alınan müstəvi kəsələrin birinin radiusu digərindən 7 cm kiçikdir. Böyük olan bu O2 böyükdür. Buna x düşüb O1 A da olacaq. X çıx 7. Deməli O2B'yə x deyək. O1A 7 cm kiçikdir. X çıx 7 olur. Yuxarıdakı üçbucaqdan da r-in kvadratını tapaq. Eləyəcək 12'nin kvadratı üstəgəl x çıx 7'nin kvadratı. Aşağıdakı üçbucaqdan da r-in kvadratını tapaq. Olacaq 5'in kvadratı üstəgəl x-in kvadratı. İndi bu tənliyi həll eləyək. 12'nin kvadratı çıx 5'in kvadratı bərabərdir x-in kvadratı çıx x-2'nin kvadratı. 144'dən 25 çıxacaq. 144 çıx 25. X kvadrat çıx x kvadrat üstəgəl 4x çıxmaq 4. 144'dən 25 çıxanda eləyir 119. Mənfi 4 də gəlir buca olur 4. Bu da 4x. 123 bərabərdir 4x. Bir yerden yoxlayayım. Deməli burada 7 demiş. On 4x bu da 49. 49. 14x. 119, 49, 168. X bərabərdir 1, 2, 12. X 12 ise radius tapa bilərik. 5'in kvadratı üstəgəl 12'in kvadratı 169. 169 r kvadrat. Ondan radius oldu 13. Kürenin səthinin sayısı 4pi r kvadrat. 4pi vur 169. 36 3 yadda 27 için 676 pi. Cevap 676 pi.